danışmışdım ki, hormonlarda problem olanda, tutaq ki, prolaktin artanda, estradiol artanda kişi cinsi zəifliyi yaranır. Yəni testosteron azalır, sərbəst testosteron və nəticədə cinsi zəiflik yaranır. Və o çıxışıma əlavə olaraq onu demək istəyirəm ki, hormonların müayinəsi vaxtı çalışın ki, həmişə sərbəst testosteronu yoxladasın. Çünki cinsi funksiyanı dəqiq qiymətləndirən əsas sərbəst testosterondur. Ümumi testosteronun bir hissəsi zülallarla bağlı vəziyyətdə olduğuna görə, albuminlə, globulinlə bağlı olduğuna görə o dəqiq vəziyyəti əks etdirmir. Ola bilər ki, ümumi testosteron çox olsun, amma şəxsdə cinsi zəiflik olsun. Səbəb nədir? O testosteronun xeyli hissəsinin globulin adlanan zülalla bağlı olması olur. Ona görə mən məsləhət görərdim ki, həmişə analiz elətdirəndə, testosteronu yoxlatmaq istəyəndə həmişə sərbəst testosteronu yoxladın. Yəni, sərbəst testosteron kişi cinsi funksiyasını əks etdirən əsas göstəricidir. Sərbəst testosteronun miqdarı düşürsə, bu deməkdir ki, artıq bu adamda cinsi zəiflik var. Və sərbəst testosteronun miqdarının düşməyinə də bir çox faktorlar təsir edir. O faktorlar barədə əvvəllər danışmışam, əvvəlki çıxışlarımda. Yeganə nə əlavə eləmək istəyirəm ki, qaraciyər xəstəliklərində, qaraciyər piylənməsində, gizli şəkərdə, yəni prediabet vəziyyətində, şəkər önü vəziyyətdə, belə şəkər xəstəliyinin özündə də qaraciyərin funksiyası pozulduğu üçün qaraciyərdə cinsi hormon birləşdirici globulinlər deyilən bir maddə var. Bu maddə artır, SSQ deyirlər ona. Həmən maddə artır və başlayır testosteronu bağlamağa, sərbəst testosteronu bağlamağa və nəticədə insanlarda cinsi zəiflik yaranır. Eyni zamanda qaraciyər testosteron hormonunun elə bir ki, başlanğıcı maddəsini istehsal edən orqandır. Yəni, qaraciyər nəinki testosteron, bütün hormonların başlanğıc maddəsini, yəni xam malını, materialını istehsal edən orqandır. Ona görə qaraciyərin içi pozulanda kişi hormonunun əmələ gəlməsi də pozulur və bir də dediyim kimi orada o SSQ hormonu, steroid birləşdirici hormon gedir.